Salam, hər birinizi xoş gördük. Əziz abituriyentlər və müəllimlər. Sizlərin xahişi ilə 10-cu siniflər üçün nəzərdə tutulan OTK sınağı ilə qarşınızdayıq. Nəzərinizə çatdırıram ki, bu 10-cu siniflər üçün olan sual 26 oktyabr 2025-ci ildə təşkil olunmuşdur. Gəlin suallarla tanış olaq. Suallara isə izah vermək istəyirəm mən, Şəlalə İbrahimova. Və sizin də şahidliyinizlə sualların etalon cavabları hələ çıxmayıb. Lakin biz sizlərin həyəcanını aradan götürmək məqsədi ilə, sizə kömək və dəstək məqsədi ilə etalondan əvvəl cavab hazırlayırıq. Əgər hər hansı bir xırda nöqsan, diqqətsizliyimiz olarsa, nəzərə alın ki, bu normal bir haldır. Çünki digər müəllimlər kimi mən hazır etalon üzərindən video çəkmirəm. Beləliklə, gəlin başlayaq suallarımıza. 9-cu və 10-cu siniflər üçün olan suallardır ekranda. Şəkildə göstərilən kəpənəyin inkişaf mərhələlərini uyğunlaşdırın deyir bizə. Və deyir ki, 1-də biz nə görürük? Yumurta, 2-də sürfə, 3-də pup, 4-də isə yetkin fərd görürük. Gəlin görək, hansı bənddə bizə doğru fikir verilib. 4. Bir neçə gündən sonra cinsi yetişkənliyə çatır, çoxalmağa başlayır. Bəli, doğru fikirdir. Gəlin digərlərinə də baxaq görək. 1. Yumurtadır. Yazır ki, aktiv qidalanır, ehtiyat qida maddəsi toplayır. Doğru fikir deyil. 4. Bir neçə dəfə qabıq dəyişib pupa çevrilir. Yetkin fərd artıq qabıq dəyişib pupa çevrilmir. 3. Pup olduğu halda sərbəst həyat tərzi keçirir fikri doğru deyil. 2. Aktiv qidalandığı halda aktiv qidalanmır və hərəkət etmir fikri yazılıb. A bəndi doğrudur. Eukariot orqanizmin hüceyrəsinin mitoz bölünməsi zamanı hansı şəkildə xromosomların ikiləşməsi, baxın bir də deyirəm, xromosomların ikiləşməsi təsvir olunub. Mitoz bölünmə zamanı anafaza mərhələsində xromosomlar ikiləşir, çünki tək xromatidli xromosomlar qütbə çəkiləcək. Anafaza mərhələsi isə uyğun olaraq 5 ilə göstərilib. Deməli, cavab C bəndi. 3-cü sual. Əgər torpaqda kalium gübrəsi çatmırsa, onda nə olacaq? Yerüstü gövdənin böyüməsi ləngiyər, doğru deyil. Çiçək açma, meyvə, doğru deyil. Yarpaqların böyüməsi ləngiyər, bu azot gübrəsi çatışmayanda deyirik. Kök, gövdə və kök yumrularının böyüməsi ləngiyər, bəli. Torpağın altında olan yumruların böyüməsi ləngiyər. Bitkinin quraqlığa davamlığı artar. Adətən kalium gübrəsi üçün deyirdik ki, bitkinin soyuğa davamlığı artar, quraqlığa davamlığı yox. Qarğıdalının bütün çiçəklərində baş verməyən proses. Gəlin yadımıza salaq. Qarğıdalının erkək çiçəkləri var, bir də qarğıdalının dişi çiçəkləri var. İstəyir erkək çiçək olsun, istəyir dişi çiçək olsun, orada erkək və dişi qamet əmələ gəlirsə, mitoz və meyoz bölünmələr hər ikisində baş verəcək. Mən isə elə bir şey seçməliyəm ki, hər ikisində baş verməsin. 2 qat mayalanma yalnız dişi çiçəkdə. Yumurta hüceyrənin əmələ gəlməsi də yalnız dişi çiçəkdə, meyvənin əmələ gəlməsi də yalnız dişi çiçəkdə baş verə bilər. Beləliklə, Y bəndini seçmiş oldum. Sxemə əsasən verilən Rüşeym kisəsində baş verən proseslərin düzgün ardıcıllığını müəyyən edin. Qametlərdən zigot yaranır. Hansı proses nəticəsində qametlərdən zigot yaranar? O vaxt ki, qametlər birləşər, mayalanma baş verər, mayalanmadan da zigot yaranar. Bəs zigotdan çox hüceyrəli rüşeym hansı ilə baş verir? Baxın, mayalanma bölməsi sizdə 2 yerdə verilib. Demək ki, ya B-dir, ya da Y. Amma zigot özü diploid olduğu halda ondan çox hüceyrəli rüşeymin əmələ gəlməsi əlbəttə ki, mitoz bölünmə ilə baş verəcək. Bitkinin zoğunda heç vaxt həyata keçirilmir bu proses. Hansı? Tumurcuq, ehtiyat qida maddəsi toplama, yarpaq əmələ gəlmə, budaqlanma. Əlbəttə ki, bunlar bitkinin gövdəsində, zoğunda baş verər. Lakin gövdə mikariza əmələ gətirməz. Bitkinin kökləri göbələklərlə mikariza əmələ gətirə bilər.
Kartof bitkisinin bir hüceyrəsi meyoz prosesinə məruz qalandan sonra əmələ gələn hüceyrədə cəmi neçə xromosom saymaq olar? Bir hüceyrə meyoz keçirəndən sonra ondan 4 yeni hüceyrə əmələ gəlir. Meyozu, bax, ana hüceyrəni göstərir ki, sizə 48 xromosomludur. Və 4 hüceyrə əmələ gələn hüceyrələrin hər biri ananın xromosomunun yarısı qədərdir. Beləliklə, 24-ü 4-ə vurarsınız, xromosomların cəmini taparsınız ki, 96 xromosomumuz var idi. Şəkilə əsasən hansı hüceyrədə çoxlu və kiçik vakuallar var? Birdə hüceyrə yeni yaranıb, mən şəkildə heç bir vakual görmürəm. Lakin 2 və 3-də artıq xırda vakualları görürəm kiçik. Niyə 4-ü seçmirəm? Çünki 4-də xırda yox, xırda vakuallar birləşib, iri bir vakual əmələ gətirib. Uyğun olaraq 2 və 3-də xırda vakualları görmüş olarıq. Növbəti suala keçək. Aşağıdakılardan hansı səhvdir? Kök üsküyü, ondan sonra bölünmə zonası, böyümə, sorucu və ötürücü zonalar göstərilib. Sizə vurğulayım ki, bu test nümunəsi bir izləyicimiz tərəfindən göndərilib və ona da təşəkkür edirik və kökün zonalarını da, hissələrini də doğru vurğulayıb. Mənim artıq bir qeyd yazmağıma gərək yoxdur. Sadəcə səhv fikri tapmalıyam. 3 rəqəmi ilə göstərilən hissədə tam formalaşmamış borular var. Bəli, böyümə zonasında tam formalaşmamış borular var. 5 rəqəmi ilə, yəni kök üsküyü olan hissədə hüceyrələr vaxtaşırı məhv olur, törədici toxumanın hesabına yenisi əmələ gəlir. Doğru fikirlərdir. Mən səhv axtarıram. 2 rəqəmi ilə göstərilən hissədə əmici tellər bitkidən, yəni torpaqdan su və üzvü maddə udur. Doğru fikirdir. Mən səhv fikir axtarıram. 1 rəqəmi ilə göstərilən hissədə əmici tellər məhv olandan sonra sorucu zonada yarana bilər. Deyir ki, 1 rəqəmi ilə göstərilən hissə haradır? Ötürücü zonadır. Orada əmici tellər olur ki, orada məhv olsun. Səhv fikrimiz elə D bəndidir. Qışlayan gövdənin, bir qədər burada demək işarə çəkilib, bunu silək. Buyurun. Qışlayan gövdənin verilən hissəsin hansı qabıq qatına aiddir? Bir ağac göstərir və göstərir ki, hansı qatlar qabıq qatına aiddir. Hissələri deyək. Bax, bir, qışlayan dediyinə görə sözsüz ki, qışlayan ağac nazik dəriciklə getməyəcək ki, qışlamağa. Mantar qatıdır. İkinci, qabıq qatıdır. Üçüncü isə nədir? Kambi qatıdır. Mən yalnız qabığa aid olan hissələri seçirəmsə, mantar qatı ilə elə qabıq qatını seçirəm. 3-ü seçə bilmərəm, orada kambi var. Elə demişkən 4 oduncaq, 5 də özək qatlarıdır. Kökümsovdur, soğanaqdır, gövdə yumrusu üçün ortaq cəhət. Baxın, kökümsov da, soğanaq da, gövdə yumrusu da gövdənin şəkil dəyişməsidir. Yarpağın şəkil dəyişməsi deyil. Doğrulara baxaq. Zoğun şəkil dəyişməsidir, doğrudur. Kökün şəkil dəyişməsidir, xeyr. Ehtiyat qida maddəsinin toplanması nəticəsində yaranır. Ehtiyat qida maddəsinin, mən bir olan cavablarda ehtiyat qida maddəsinin toplanması nəticəsində. Soğanaq və gövdə yumrusunda ehtiyat qida maddəsi toplana bilər və o bir qədər böyüyə bilər, amma kökümsov haqqında bunu deyə bilərəmmi? Gəlin, yenə də baxaq, sonda seçim eləyək. Əsas əlavə və yan köklərdə ehtiyat qida maddəsi toplanar. Baxın, 4 bəndini mən seçə bilmərəm. Yarpağın yerüstü şəkil dəyişməsidir. Bəli, yarpağın yox, gövdənin şəkil dəyişməsidir. Baxın, 4-ü seçə bilmirəm. 1 ilə başlayır və 4 cavablarını sildim. Görürsünüz? Deməli, uyğun olaraq ehtiyat qida maddəsinin toplanması nəticəsində yaranırı mən seçməliyəm. Çünki 1 və 3 bəndini seçmiş oldum. Verilən bitkilərin neçəsinin yarpağında ana damar olmur? Ana damar o vaxt hiss olunar ki, bitki torvari damarlansın. İstəyir qövsvaridə, istəyir paraleldə ana damar seçilmir. Damarlar eyni ölçüdə olur. Buğdadır, qamışdır, paralel damarlanmadır. Bağa yarpağı və inci çiçəyi qövsvari damarlanmadır. Palıd və üzümü isə götürə bilməzsiniz, ona görə 4 bəndi məqsədə uyğundur. Verilənlərdən hansında əsas kök inkişaf eləyər? Əsas kök toxumla çoxalan bitkilərdə əsas kök inkişaf eləyər. A bəndi, digər bəndlərə vaxt itirməyək.
Verilənlərin neçəsi daxili skeletə rast gəlmək olar? Daxili skeletə biz harda rast? Adi amöbdür, infizordur. Bax, balıqda daxili skelet ola bilər. Yaşıl evqilena, yengəcdə xarici skeleti seçə bilməzsiniz. Sürünən seçərsiniz, quş seçərsiniz, məməli. Neçəsini dairəyə aldım? 4-ündə daxili skelet olar. Hansı bitki əsasən küləklə tozlanır? Küləklə tozlananlar, baxın, vələmirdir, çəltikdir, noxuddur, bunlar öz-özünə tozlananlardır. Qarğıdalının isə küləklə tozlandığını biz bilirik. Rüşeym kisəsində maraqlı məsələdir. 2 qat mayalanma zamanı endospermin hüceyrəsinin xromosom sayı 40-dır. Zigotun xromosom sayı isə 30-dur. Gəlin baxaq. Endosperm nədən yaranar? Demək, mərkəzi hüceyrə və spermdən yaranar. Rüşeym nədən yaranar? Yaxud zigot götürün, fərqi yoxdur. Yumurta hüceyrə və spermdən yaranar. Demək, endospermin xromosom sayını 40 verir bizim üçün. Rüşeymin xromosom sayını isə bizə deyir 30-dur. Baxın, mən əgər endospermin daxilinə açsam, bax bu cür yazaram. Baxın, mərkəzi hüceyrə nədir? Yumurta hüceyrə, üstə gələk yumurta hüceyrə, üstə gələk sperm yazaram, düzdür? Çünki mərkəzi hüceyrə 2 yumurta hüceyrəni bilir. Bax, əgər 40-ın bu hissəsinə mən neçə qoyuram? Rüşeymi 30-dur. Deməli, yumurta hüceyrəniz 10-ymuş. Beləliklə, gəlin yerinə qoyaq. Yumurta hüceyrəniz 10-dursa, spermi 20 götürməlisiniz ki, zigot 30 olsun. Gəlin görək, endospermdə də doğrudurmu? 2 yumurta hüceyrə götürürəm, 20. Çünki yumurta hüceyrəm 10-dur. Spermimi də 20 götürürəm. Bəli, 40 cavabı və 30 cavabı məni ödədi. Onda spermin xromosom sayının neçə olduğunu, baxın, spermlər demir. Spermin xromosom sayını, yəni birinin xromosom sayını istəyir və mən də onu 20 götürürəm. Səhv cütlüyü göstərin. Üçər mürəkkəb yarpaq. Palıd üçər mürəkkəb yarpaq deyil, sadə yarpaqdır, səhvdir. Cüt lələkvaridir, lərgə. Sadə yarpaqdır, günə baxan, çünki saplağı və ayası var. Barmaqvari mürəkkəb acı paxladı, düzdür. Tək lələkvaridir, qozdur, düzdür. Aşağıdakı fikirlərdən hansılar doğrudur? 2 evli bitkilər bir cinsli çiçək ola bilər. Bəli, qovaqdır, söydü götürək. 2 evli bitkidir və çiçəkləri mütləq bir cinslidir. 2 evli bitkidə 2 cinsli çiçək ola bilər. Bu doğru fikir deyil. 2 evli bitkidə 2 cinsli çiçək olmaz. Bir evli bitkidə bir cinsli çiçək inkişaf etmir deyir. Bir evli bitki, məsələn, qarğıdalı. Yuxarısında erkək çiçəklər süpürgədə, aşağıda, qıçada dişi çiçəklər. Niyə bir cinsli çiçəklər inkişaf etmir deyir? İnkişaf edir olsaydı doğru götürərdim. Yalnız bir cavabı A bəndində verilib. Növbəti sualımıza keçirik. A bitkinin budağında buğumların sayı minimum 42 yarpaq olan B bitkisinin zoğundakı buğumların sayından 2 dəfə çoxdur. Birinci bilməliyəm ki, A qarşı-qarşıyadır, B isə növbəli düzülüşdür. Deyir ki, A'dakı buğumların sayı B-dəkindən 2 dəfə çoxdur. Mən görürəm ki, 42 yarpaq olan B zoğunda. Bax, deyir ki, 42 yarpaq olan B zoğunda. Yəni, B-də 42 yarpaq var. Baxın, 42 yarpaq var B-də. Növbəli düzülüşdürsə 42 dənə də buğum var da. Və bu buğumların sayından A'dakı 2 dəfə çoxdur. Onda onun buğumlarında 84 imiş buğumu. Çünki buğumu 2 dəfə çoxdur deyir. A bitkisinin yarpaqlarını tapın deyir. O da qarşı-qarşıya düzülmədi və 84 buğumum varsa 2 dəfə artırıram. Cavab 168-ə bərabər oldu. Aşağıdakı sözlərin Yunan dilindən tərcüməsi hansı variantda doğru verilib? Meyozis azalma deməkdir. Epi üzərində deməkdir. Sintez birləşmə, trofe isə qidalanma deməkdir. Baxın, B bəndində demək verilib bizə cavab. Azalma, üstündə birləşmə, qidalanma. Ehtiyat qida maddəsi kökündə toplayan bitkiləri. Ehtiyat qida maddəsini, bax, birincidən görürəm ki, kartofdur. Ehtiyat qida maddəsini gövdəsində. Çuğundur və kök, bəli, ehtiyat qida maddəsi köklərində toplanır, B bəndi. Neçə bitki iltihab əleyhinə dərman kimi istifadə olunur? Biz də bilirik ki, iltihab əleyhinə dərman bitkisi kimi hibiskusu götürə bilərsiniz. Hibiskusu götürə bilərik, sanseveriyanı götürə bilərik, bir də aloyanı götürə bilərik. Bu, 6-cı sinifin kitabında iltihab əleyhinə dərman preparatı kimi verilib.
Aurum kala, xlorofitum nədir? O mətbəxin havasını təmizləmək üçün idi. İstifadə olunurdu. 24-cü sualda səhv fikirləri göstərin deyir. Qan birləşdirici toxumadır, düzgündür. Hüceyrə arası maddəsi olmayandır. Əksinə, birləşdirici toxumada hüceyrə arası maddə hüceyrədən çoxdur. Səhv istəyir, ikini seçirəm. Daxilində qan hüceyrələri olan mayedir, doğrudur. Epitel toxumadır, səhv fikirdir. Tərkibində formal elementlər olan mayedir. Bəli, formal elementlər də götürə bilərsiniz. Qan hüceyrələri olandır. Çünki formal elementlər eritrositlər, leykositlər, trombositlər. Düşünürəm ki, 2 və 4 cavabı məqsədə uyğundur. 25 nömrəli sual. Çoxdandır bu modeldə suallar görmürdük. Yəni, bir müəllim olaraq, bir 15-16 ilini biologiyaya həsr eləmiş bir müəllim olaraq heç vaxt bəyənmədiyim bir sual modelidir. Bu sualın abituriyentlərə düşməyinə heç bir zaman tərəfdar olmamışam və bunu heç kim oturub ağacın yanında saymayıb ki, bu ağac neçə dəfə yarpaq dəyişir. Bu model suallar çoxdan da yox idi və heç yaxşı da ki yox idi. Amma yenə bu model sualları gətirirlər. Biz bu sualları belə işləyirdik ki, 60 yaşında olan ağacdır, əvvəl belə işləyirdik. İndi bu sualı yazan adam nə düşünüb yazıb, bu cürmə eləyir, o cavablar çıxandan sonra bəlli olacaq. 60 yaşı olan ağac yarpaqlarını 2 ildən bir tökür, neçə dəfə maksimum yarpaq tökür deyirsə, bax bu cür eləyirdik əvvəl. 62 dəfə bu cür yazırdıq. Sonrakına baxaq. Yenə deyirəm, o model sualların abituriyentlərin bilik səviyyəsini ölçə biləcək bir sual olduğunu düşünmürəm. O müəllifi də aparıb bu ağacın yanında saxlamaq lazımdır ki, görək 60 yaşında olan ağac neçə dəfə yarpağını tökür. Bunu kim ya və yaxud da ki, bir abituriyentin bilik səviyyəsini ölçəcək sual deyil axı. Bu bir ağacın yarpaq tökməyinin sayını göstərmək. Daha məntiqi, daha gözəl suallar təşkil eləmək olar. Cümlədəki boşluqları düzgün tamamlayan ifadələri seçin. Qan yavaş axaraq deyir. Qan yavaş axırsa nə götürəcəm? Əlbəttə ki, mən kapilyar götürəcəm. 2. Qida maddələri və hüceyrələrə nə verəcək? Oksigen verəcək. 4. Və onlardan lazımsız məhsulları və karbon qaz deyir də. Orada nə götürəcəyiz? Karbon qazını gedib geri götürəcək. Uyğunluğu müəyyən eləyin. Birinci gilə meyvə verir, ikinci isə mənə buynuz meyvə göstərmiş olur. Gəlin, baxaq görək. Yetişəndə meyvə yanlığı quruyur, açılaraq toxumlarını ətrafa səpir. Bir düşünək. Düşünürəm ki, yetişəndə meyvə yanlığı quruyur, çatlayır, açılaraq toxumlarını ətrafa səpir. Biz paxla meyvəyə və qutucuq meyvəyə aid eləyə bilərik. Burada isə bizə buynuz meyvə verir, bir də gilə meyvə verir. A bəndini heç birisinə aid eləmirəm. Bir də deyirəm, toxumların yayılması bölməsində paxla meyvələrin, bir də qutucuq meyvələrin bu xüsusiyyətlərini vurğulamışdır. Badımcan bitkisində rast gəlinir, əlbəttə ki, gilə meyvə. Meyvə yanlığı qurudur, C bəndini bura aid eləyirsiniz. Toxumlar taylardakı yuvalarda yerləşir, paxla meyvəyə aid xüsusiyyətdir, heç birini aid eləmirik. Çünki buynuz meyvədə toxumlar tayda yerləşmir, ara kəsmədə yerləşir. Artıq toxumlar ara kəsmədə yerləşir fikri gəlmiş oldu. Növbəti suala keçirik və situasiya sualımızdır. Laboratoriyada ağac gövdəsinin daxili quruluşunu öyrənən müəllim qabıq və oduncaqda yerləşən toxumalar qrupunu bizə göstərir. Və deyir ki, B toxuma qrupu gövdənin hansı qatında yerləşir? Mən ilk öncə bilməliyəm ki, A ksilema borularıdır, B ələk şəklindədir. Görürsünüz, bu floema borularıdır. Məndən B-ni istəyir. B gövdənin hansı qatında? Floema gövdənin qabıq qatında yerləşir. Qabıq. Və onun içərisi ilə hansı maddələr hərəkət edir? Onun içərisi ilə üzvi maddələr. Yarpaqlarda əmələ gələn üzvü maddələr hərəkət edir. A toxuma qrupunda hansı maddələr, hansı istiqamətdə? A toxuma qrupu ksilema borularıdır. Ksilema borularında hansı maddələr deyir? Su və mineral maddələr və yaxud da ki, qeyri-üzvü maddələr götürə bilərsiniz. Qeyri-üzvü maddələr hərəkət edir. Hansı istiqamətdə? Su və suda həll olan mineral maddələr torpaqdan udulur, yarpağa istiqamətlənir. Deməli, yaza bilərəm burada aşağıdan yuxarıya, yaxud da ki, köklərdən yarpaq istiqamətində yazmaq olar. Hər ikisi doğru cavabdır.
şəkildə hansı toxuma qrupu göstərilib? Ötürücü toxuma qrupu bizə göstərilib. Neçə növü var? Bu toxuma qrupunun neçə növü göstərilib? Ksilema və floema boruları bizə göstərilib. 2 növü var. Növlərin adlarını yazın. Ksilema və floema. Beləliklə, sizlərin də xahişi ilə 10-cu siniflər üçün olan OTK sınağı ilə qarşınızdayıq, onun izahını verdik. Bir nöqsanımız və ya qüsurumuz, gözümüzdən qaçan məqamlar olarsa, zəhmət olmasa mədəni bir şəkildə fikirlərinizi bildirin. Vaxt ayırıb dinlədiyiniz üçün, qulaq asdığınız üçün sizə təşəkkür edirəm. Və Azərbaycanda baş verən biologiya sınaqlarından xəbərdar olmaq üçün abunə olun. Mən də çox şad olaram. Sağ olun.